Göygöl rayon Qızılca kənd 2 nömrəli tam orta məktəbin müəllimi Rəfi Əliyev vəfat edib. İlkin məlumata görə Rəfi Əliyevin səhhətində ciddi problemlər yaranıb və o dünyasına dəyişib. Qeyd edək ki, mərhum 1-ci Qarabağ müharibəsinin veteranı olub. Binəqədi rayon ərazisində axtarışda olan Hyundai markalı 99 QP 750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən saxla işarəsi verilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr bölməsindən bildirilib ki, mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib. Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyatı üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür. Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə mayın 31-də 28 may qəsəbəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Taleh Qurbanov evdə bacısının əri Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu bıçaqla qətlə yetirib. Taleh Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.